Xomeyninin Asala tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışından sonra 1982-ci ilə qədər Asalanın himayəsi altında yaşaması olub. Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu Asala 1975-ci ildə Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. Təşkilatın ən böyük mərkəzi Parisdə yerləşir. Məhz buradakı ofisdə Xomeyninin həm qorunmasını, həm də onun dünyaya tanıdılmasını öz üzərinə götürüb. Xomeyni İranın xilaskarı kimi peyda olana qədər Parisdə yaşadığı dövrdə onu öz missiyaları üçün Fransa xüsusi xidmət orqanları hazırlayıb. Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı. Amansız və kompromisə getməyən Ayətullah beynəlxalq status əldə etdi və onun şah tərəfdarlarından qorunmaq üçün Parisdə xüsusi təlim görmüş bir dəstəyə ehtiyacı var idi. Bu zaman Parisdə peyda olan Asala qurucularından olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı kənddəki evinin qonağı olur və aralarında möhkəm dostluq yaranır. Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərir və beləliklə İranın gələcək liderinin ermənilər qarşısında bir can borcu yaranır.